Ümumi sınav 16-nın izahına baxırıq. Deməli, sualda deyir ki, qaydan qiymətini hesablayın. Uşaqlar, bunu 2-yə böləndə qalır burada kökdə 30. Kökdə 30 əslində kökdə 6 və kökdə 5 deməkdir ki, kvadratları cəmdə 11 verir. Yəni, bu ifadə əslində kökdə 6 üstə gəl kökdə 5-in mötərəzə kvadratı deməkdir. Və bu kvadratla da bu gedir ixtisara qalır nə? 6 üstə gəl kökdə 6 kökdə 5-in özü, yəni C variantı. Növbəti sual. Bərabərsizliyini həll edin. Necə həll edirsiniz? Əslində bunun yazılışı 4-cü dərəcədən A-nın kubu deməkdir. Mənfi 4. Yəni, cüt dərəcə mənfi ədəddən kiçik ola bilməz. Digər tərəfdən də üslü, yəni üslü qiymət heç vaxt mənfi də ola bilmir. Aydındır. Heç vaxt mənfi qiymət ala bilmir. Yəni, buradakı cavab həmişə nə olmalıdır? Müsbət olmalıdır. Bu halda belə mənfi 4-dən kiçik olması mümkün deyil. Cavab olacaq nə? Boş çoxlu C variantı. Bundan əvvəlki sınaqda 3 nömrəli sualı oxşarlığı var idi, amma orada xətti kəsirdi. Burada xətti kəsmir. Qayda bundan ibarət ki, əgər bu orta nöqtədirsə C1, onda bu da orta olacaq. Çünki bu xətlərin paraleli verilir. Faiz teoremine görə paralel xətlər bir tərəfi bərabər bölürsə, o birisini də bərabər bölürlər. Onda qayda belədir ki, 8 6 ilə x-in cəminin yarısına bərabərdir. Yəni 8 bərabərdir 6 üstə gəl x-in yarısına. Buradan 6 üstə gəl x olacaq 16. X olacaq təbii ki 10. B variantı. M plus N-i soruşur. Çox rahat bir qaydadır. Çox rahat bir sualdır. Əslində bu 0,4-də 4-dür. Yəni 9-da 4. Bu da 0,4-də 5-dir. Yəni 9-da 5. 9-da 4 ilə 9-da 5 toplayan nə olacaq? 9-da 9. Yəni 1. Və ya bunları alt-alta toplamış olsam əgər, bu olacaq 10-da 9, bu olacaq 100-də 9, bu olacaq 1000-də 9. O da bizə nə verəcək? 0,9, 9, 9 və s. Bu da 9'da 9 deməkdir, yəni 1 tam və Y variantı olacaq. Bu nöqtəsindən keçən və ordinat oxuna paralel olan xəttin tənliyini yazın. Ordinat oxuna paralel isə x bərabər deyirik. Aksi oxuna paralel isə y bərabər olur, amma ordinat oxuna paralel isə x bərabər olur. X-i 7 olduğu üçün x bərabər 7 nöqtəsindən keçən xəttir A variantı. 6 nömrəli sual bu ifadəsindən A kvadrat B kubu hasilin tapın deyir. Yox, sən bunu açsan çox yanlış edərsən. 2 dənə kvadratın cəmi həmişə müsbətdir. Müsbət ədədlərin cəmi 0-dan kiçik ola bilməz. Amma 0-a bərabər ola bilər. Nə vaxt? Hər ikisi 0 olsa. Hər ikisi 0 olması üçün A burada 2 olmalıdır, B də mənfi 3 olmalıdır. A 2 olmalıdır, B də mənfi 3. Qətir yerinə qoysam 2-nin kvadratı 4, mənfi 2 kubu mənfi 27. Mənfi 27, müsbət 3-ə vuranda mənfi 108 D variantı. Şifahi suallar, fikir və uşaqlar. 7 nömrəli sual. Müxtəsər vurma düsturuna görə müxtəsər vurma düsturunu tətbiq edə bilərik. Deməli, necə? X çıx Y-ı yüksəldirəm kvadrata hər tərəfini. O zaman bunun asılışı mənə nə verir? X kvadratı verir, çıxılsın 2xy verir. Üstə gəl y kvadratı bərabər 196. Mən də bilirəm ki, x kvadratı ilə y kvadratının cəmi 436-ya bərabərdir. 436-dan nəyi çıxsam 196 edər? Hə, nəyi çıxsam? Çıxıram da 436-dan çıxım 196-nı. 0, 4, bu da 2. 240-a çıxsam. O zaman x nəyə bərabər olacaq? 120-yə bərabər olacaq, yəni Y variantı. Sadə sualdır bu da, rahat sual idi bu da. Növbəti 8 nömrəli sual. Deyir ki, AB parçası verilmişdir. C nöqtəsi AB parçasının orta nöqtəsidir. D nöqtəsi CB'nin ortasıdır. O zaman AC bölü CD'ni tapın deyir. AB parçası verilib AB. C bunun ortasıdır. D də bunun ortasıdır. D də bunun ortası. Üzr istəyirəm, CB'nin ortasıdır. D CB'nin ortasındadır. Bu belə x, onda bura 2x olduğu için burada 2x olacaq. Niyə? Çünki orta nöqtə x olduğu için burada 2x olacaq.
A, S parçası yəni 2x bölünsün CD yəni 1x. Cavab x-lar ixtisar getsə nə qalacaq? 2 böl 1 yəni 2A variantı. Sonra 1 böl 2 deyil, diqqətli olmaq lazımdır. 2 böl 1'dir. Növbəti 9 nömrəli sual. Katetləri 16, 12 olan düzbucaqlı üçbucaq yarımdairə düzbucaqlı üçbucaq yarımdairə daxilinə çəkilmişdirsə, AB və BC segmentlərinin sahələri cəmini tapın deyir. Əla. Şagirdlər diqqət edək nəyə? Buranı 16 veriblər, buranı 12 veriblər. Burada düzbucaqlı üçbucaq olduğu məlumdur. Çünki bu diametr söykənib. O zaman 12, 16 Pifagor teoreminə görə AC nə olacaq? 20 olacaq. Düzdür? Pifagora görə. 144 ise 256, 400, 400'den 20 çıxır. Onda bura 10, 10 düşür də. Buradan çıxır ki, radiusumuz nədir? 10'dur. Radiusu 10 olan dairənin sahəsi nə olar? 100 pi olar. Düzdür? 100 pi ümumi sahədir. Mən 100 pi'dən bu üçbucağın sahəsini çıxsam, bu sahə ilə bu sahə qalacaqdır əslində. Amma nəzərə almalıyam ki, 100 pi tam dairədir. Məndə axı yarım dairə verib. Onda yarıya böləndə bu 50 pi olur. 50 pi'dən çıxmalıyam. Nəyi? Üçbucaq. Üçbucaqdakı katetlərin hasilinin yarısıdır da. 12 vur 16'nın yarısı. Deməli 12 ilə 2 ixtisar gedib yazaq ki, üçbucağın sahəsi S üçbucaq bərabər 2'də 1 vur 16 vur 12. İxtisar gedib 8, 96. Deməli 96 çıxmalıyım 50 pi'dən. O da olacaq B variantı. 50 pi yarım dairənin sahəsidir. Üçbucağın sahəsini çıxanda segmentlərin sahəsi qalır. 9-cu sinifə aid 11 məsələdir. Amma inanmıram ki, buraxılışa bu cür sual salırlar. Çünki bu daha çətin tipli sual oxşuyur nisbətən. Burada apsis oxuna nəzərən simmetrik nöqtənin koordinatlarını tapın deyir. Yaxşı düşmür bu hissəsi. 3-2 apsis oxuya nəzərən deyəndə adı olan qalır. Apsis oxu nədir? X oxudur da. X-imiz qalır, Y dəyişir. 3 mənfi 2. C variantı. 3 mənfi 2, bəli. Növbəti sual 11. A nazim kvadrat kökləri cəmi 2 olur. Kökləri cəmi 2 olur. İlk olaraq bunu çevrilmiş kvadrat tənliyə gətirək. Nə etməliyəm? Çevrilmişə gətirmək üçün hamısını A-ya bölməliyəm. X kvadrat üstə gəl 4 böl A-x çıx 7 böl A bərabər 0. Aha, kökləri cəmi nədir? Əks işarə ilə ikinci həddə bərabərdir. O zaman A bərabərdir, mənfi 2 olmayacaq. Mənfi 2 olmalıdır ki, mənfilər getsin, 4/2 2 qalsın. D variantı mənfi 2. 12 nömrəli sual. ABC üçbucağında AB 8'dir, BC 10'dur, AC 12'dir. MNK isə orta nöqtələr olarsa S MNK'nı tapın. Uşaqlar xatırlarsınızsa bu sualın oxşarı keçən həftənin ayın 12'si olan imtahanı düşmüşdü. Amma orada perimetri soruşurdu, xatırlayırsınızsa. Burada bizə sahəni soruşuruq. Deməli, nə edirəm? Bu orta nöqtələrdirsə, bu sahələr bir-birinə bərabərdir. Ümumi sahəni tapıram, nə edirəm sonra? 4'ə bölürəm. Bəs tərəflərinə görə ümumi sahəni mən necə tapım? Heron düsturu 8-ci sinif. Heron düsturuna görə tapırıq. Bəli, bəli, bəli. P bərabərdir. Bunların cəmi 8, 10, 12 neçəliyir? 20, 32. 32 böl 2. 32 yox, 30 idi. 30, 30, 30, 30. 15. S bərabərdir. Kök altında 15 vurulsun. 15 çıx 8, 15 çıx 10, 15 çıx 12. Bərabərdir. Uşaqlar 15, bu da 15. Elə 15 kökdə 7 olacaq bunun sahəsi. 15 kökdə 7-ni nə etməliyəm indi? 4. Çünki 15 kökdə 7 bunun hamısıdır, tamamıdır da. 4'ə bölük, o da olacaq hansı? C variantı. Ümid edirəm ki, aydındır. 13. Bir hədisin qüvvətinin onun əmsalından neçə dəfə kiçik olduğunu tapın deyir. Bir hədin qüvvətinin onun əmsalından. Gəlin əmsalını və qüvvətini, ümumiyyətlə gəlin bunu sadələşdirək, normal şəklə salaq, görə nə alırıq? 6'nın kubu 216, x üstündə 9, y üstündə 6 vurulsun. Mənfi kvadrat olacaq müsbət 0,5'də 0,100'də 1, yəni 4'də 1 olacaq. 4'də 1, x üstü 4, y üstü 2 bərabərdir. 216'nı 4'də 1'ə vuranda neçə eləyir uşaqlar? 21'də 4'ümüz neçə dəfə var? 5 dəfə var. 54 olur. 16'da 4 dəfə, bəli, 54. X üstündə 9, 4, 13. Y üstündə 6, 2, 8. Əmsal oldu 54. Dərəcə oldu 21. Son şərtinə soruşurdu. Bir hədisinin qüvvəti 21. Onun əmsalının neçə dəfə kiçik olduğunu tapın. 21'i nə edirəm? 54'ə
böldürürəm. Bir dəqiqə nəsə düz olmadı. Bir hədisinin qüvvətinin onun əmsalından neçə kiçik olduğunu biz nəyə səhv eləmişik ki? 3, 2, 4, 2 toplamışıq 13, 8. Hər şey düz deyil. 6'nın kubu mənfi 10/5'in kvadratı. Bəli, hər şey düzdür. 216'nın 4'də 1'i 54 eləyir. 5 dəfə 16, bəli, o da düzdür. Çox güman ki, bunu yerlərin səhv yazmaq istəyib. 54'ü 21'ə bölmək istəyiblər yəqin. Orada cavablara baxanda 3'ə ixtisar getsə 18 bölünsün 7 qalır. 2 tam 7'də 4. Cavabı D veriblər. Bir daha baxın görün. Hadi, düzdür də, düz yazmışıqlar biz. Yox. Sual səhv almadım mən bu hissəsini. Qüvvət, əslində yazmağı lazım idi ki, əmsal qüvvətlər neçə dəfə böyükdür. Əmsal qüvvət neçə dəfə böyükdür, qüvvət əmsal neçə dəfə kiçikdir. Eyni şeydir, qüvvət əmsal neçə dəfə kiçikdir. Eyni şeydir, eyni sualdır. Deyil, bəli. Tərəfləri 8, 10, 12 olan üçbucağın böyük hündürlüyünü tapın. Yenə heron lazım olacaq bizə. Yenə heron lazım olacaq. Bayaq ki, də bu. Bayaq ki, dələ. 8, 10, 12. Sahə neçə idi? 15. Sahə bərabərdir 15. Kökdə 7 idi. Uşaqlar, fərz edək ki, bu bizim üçbucağımızdır. Böyük hündürlük hara çəkilir? Kiçik tərəfə. Kiçik tərəfə. Kiçik tərəfimiz nədir burada? 8. H tapmalıyam. Düstur nətərdir normalda? Bəli. Düstur nətərdir? 2'də 1 vurulsun, H vurulsun, 8 bərabərdir 15 kökdə 7'yə. Buradan ixtisar edib 4 qalacaq. H bərabərdir 15 kökdə 7 böl 4. Yəni D variantı. Yenə gəlir. "15 nömrəli sual. Rombun hündürlüyü 6 olub, kiçik diagonal 30 dərəcə olarsa, kiçik diagonal 30 dərəcə bucaq əmələ gətirir. Rombun tərəfini tapın" deyir. Rombun hündürlüyü 6 olub, kiçik diagonalla 30 dərəcə bucaq əmələ gətirir. Rombun kiçik diagonal budur, hündürlüyü də budur. 6 olub, buranın 30 dərəcə bucaq əmələ gətirir. Rombun tərəfini tapın. Uşaqlar, təbii ki, bura 60 olacaq. 60'ın qabağında 6'sı 30'un qabağında olacaq nə? 3 kökdə, yox bir dəqiqə, 2 kökdə 3, 3 kökdə 2, bir dəqiqə. Demək ki, bura 2x olanda, bura x kökdə 3 olmur. X kökdə 3 6-dırsa, x-ə nə qalır? 2 kökdə 3 qalacaq da. 2 kökdə 3 qalacaq. Tamam. Bura 2 kökdə 3'dür. Yaxşı. Bura 60 olduğu üçün burada 60'dır. Onda belə çıxır ki, burada 60 olmalıdır. 30 da burada 30 qalır. Onda burada 60'dır. Onda belə çıxır ki, bu bərabər tərəfli üçbucaqdır. 2 kökdə 3 də 2 kökdə 3. Bu da olacaq 4 kökdə 3. Yəni tərəf olacaq 4 kökdə 3. Y variantı. 16. Çoxluğun ad çoxlularının neticəsində 8 elementi iştirak etmir. 8'i silirəm. Neçəsi qaldı? 3'ü qaldı. Düzdür. 8 iştirak etmir. 8'i silirəm. 3'ü qaldı. 1, 2, 3. 2 üstü 3. Alt çoxluğun sayını tapmaq üçün 2 üstü 3. 8. Cavab olacaq 8. 17. Tənasübdür. Çarpaz vururuq. Çarpaz vurmuşdan qabaq ixtisar aparıram. Bura 1, bura 3 yazıram. Çarpaz vursam 3 üstə gəl x-i 1'ə vuranda 3 üstə gəl x olacaq. Bərabərdir 15 olacaq. X də bərabərdir 12 olacaq. 18 beşbucaqların bir təpəsindən çıxan diagonalların onun neçə üçbucaq ayırır? Hə? Neçə üçbucaq ayırır? Bəli, bəli. En çox 3 qədər? Xeyr. Baxın. 1, 2. 1, 2, 3 dənə oldu. Üçbucaq əmələ gəldi. En çox 2 qədər. Beşbucaqlıdsa 5 çıx 2, 3 dənə üçbucaq olur. Yəni bir təpədən çıxan diagonallar onu nə edir? 3 dənə üçbucağa ayırır. Beşbucaqlıda. Yerinə qoyub hesablayacağım da 1 qoyacağım bura. 1 çıx 2.
Mənfi 1 modulu 1. 3 vur 1, 3 üstə gəl 1, 4. Oldu 4. 2 qoyacağım bura. 2 çıx 2, 0. 0 vur 3, 0 üstə gəl 1, 1. 3 çıx 2, 1. 3 vur 1, 3 üstə gəl 1, 4. Üstə gəl çıx. 4'lər getdi. Cavab nə qaldı? 1. Rahat bir sualdır. Kubun neçə tili var? 12 tili var. Bilməyən varsa öyrənsin. Zəri 2 dəfə atdıqda üst tökən xallarının cəminin 8 olması üçün əlverişli halların sayını tapın. Nə vaxt cəm 8 ola bilir ki? 2, 6, 6, 2, 3, 5, 5, 3 və 4, 4. Neçə əlverişli hal var? 5 dənə əlverişli hal var. 7, 1 var. 7, 1 olmuş. Zərdə 7 olmuş. 12'ye tam bölündüyü məlumdursa, 12'ye bölünürsə sonu mütləq şəkildə 4'ə bölünməlidir, rəqəmlər cəmində 3'ə bölünməlidir. Və veya 2 rəqəm ədədlərinin sayını tapın deyir. Tamam. Uşaqlar, əgər götürsəm ki, sonu 4'ə bölünməsi üçün B neçə olmalıdır? 0 ola bilər. 24'ə bölünür. Ola bilər ki, 4'dür. Ola bilər ki, 8'dir. B'nin 3 tane halı var. İndi bu 3'ə bölünməlidir rəqəmlər cəmi. 7 üstə gəl 2, 9. 9'dan sonra 0'da 9 deyəcək. 9'dan sonra 9'a bölünənlər elə 9 özü olacaq. 0, 3, 6, 9 ola bilər A-nın yerinə. Deməli, ədədlərimiz nə olacaq? 0, 0 sayılmayacaq. 30 olacaq ədədlərimiz. 60 olacaq, 90 olacaq. A-nın yerinə 3, 6, 9 yazın. B-nin yerinə də sıfırları qoymuş oldum. İndi gəldim bura. 7, 2, 9 üstə gəl 4. Və bundan sonraki 9'a gəl 4 neçə deyir? 13. 13'dən sonra 3'ə bölünən nə var? 15 var. Deməli, burada nə olmalıdır? 2, sonra 5, sonra 8. 4 yazsam ədədlər olacaq 24, 54, 84. 7, 2, 10, 7, 2, 9, 8, 17. 17'dən sonra nə var 3'ə bölünən? 18 var. Bura 1, 4 və 7 yazıla bilər. Olacaq 18, 48, 78. Və salam. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Belə ədədlərin sayı neçə oldu? 9 dənə oldu. 9. Əslində orada səhv oldu uşaqlar. BA soruşur bizdən. AB soruşmur. Mən AB-ləri yazdım. BA-lar olmayacaq. Bu sıfırlar gələcək buradan. BA-lar sayılmayacaq. Bunda 6 dənə olacaq. Yəni ki, nə? 48, 45, 42, 87, 84 və 81 olacaq. Bu BA soruşur. Mən AB-ləri yazmışam. Ona görə 6 dənə oldu. 9 dənə olmuş. 23. İfadəni vurgulara ayırın deyir. Əvvəldən diqqətli olsaydım, heç birinci hal araşdırmaya ehtiyac yox. Çünki sonu sıfırla qurtardığına görə olsa sıfırla başlayan olmayacaq. Buradan ortaq vuruq kimi x üstü a-nı mötərizə xaricinə çıxarsam, qalacaq x üstündə 2a, üstə gələcək 6x üstündə a, üstə gələcək 9. X üstündə a qalır, x üstü a üstə gəl 3-ün mötərizə kvadratıdır. Bu da bunun vurğuları. Yenə yerli qövə hesablamadır funksiyanın özündə. 1'ləri qoysam 2 üstə gəl 3, 5 çıx 4, 1 olacaq. Sıfırları qoysam 0, 0 çıx 4, mənfi 4 olacaq. 0 çıx 4, 1 çıx 4, mənfi 3. Bunun cavabı oldu mənfi 3. Və nəhayət 25 nömrəli sualda. Deməli, burada diqqət etsəz, 12'nin 8'ə nisbəti 15'in 10'a nisbətinə bərabərdir. 1,5 verir hər ikisi. O zaman başa düşür ki, bu xətt tənböləndir. Tənbölən isə tənbölən üçün konkret qayda var. A-ın bərabərdir kök altında 15 vur 12 çıxılsın 10 vur 8. Bu da olur kök altında 180 çıx 80. O da bizə verir kökdə 100, yəni 10. Yəni A-ın olacaq 10.